Hər vaxtınız xeyir, dəyərli Azərfilm izləyiciləri, hörmətli soydaşlar. Bugün sizinlə efirdə mənəm və mən tək deyiləm. Mənimlə efirdə Azərbaycan Xalq Parlamentinin üzvü, millət vəkili Fərid Qəribov olacaq. Fərid Qəribov yaxşı tanıyırsınız, Tərtər qətliamının araşdırılmasından. Fərid bəy Müdafiə Nazirliyinin zabiti olub, Kəşfiyyat Baş İdarəsinin rəisinin köməkçisi. Fərid bəy, salamlar. Və biz bir çox məsələləri müzakirə edəcəyik. Burada beynəlxalq məsələlər də var, ölkə daxili məsələlər də var. Bundan başqa biz Tərtər qətliamından bağlı müzakirə aparacağıq, ölkədəki problemlərlə bağlı Müdafiə Nazirliyi, qarşıdan gələn Xalq Parlamentinə seçkilər. Gördüyünüz kimi olduqca zəngin bir gündəmimiz var. Ona görə yaxın əyləşin, həqiqətən maraqlı söhbətlər eşidəcəksiniz. Bəzi şeylər, söz verirəm sizə, sensasiyon olacaqdır. Amma hər bir halda öncə bəyənməyi, paylaşmağı, kanala abunə və dəstək olmağı xahiş edirəm hər birinizdən. Qoy bizim danışdıqlarımıza daha çox insan baxsın və bütün reallıqları görsün. Ölkədəki reallıqları, cəmiyyətdəki vəziyyəti, iqtisadi vəziyyəti, dünyada baş verənləri. Çünki Azərbaycanın YouTube segmentində ən azı, mən dövlət televiziyalarını demirəm, bu şeylər danışılmır, müzakirə olunmur. Ümumiyyətlə Azərbaycan daxili məsələlərə sanki qadağa tətbiq olunur. Fərid bəy, xoş gördük. Salam Ərəstü müəllim. Sizi də bütün izləyiciləri salamlayıram. Hər vaxtınız xeyir olsun. Fərid bəy, nədən başlayaq? Yəqin ki, bugün hamımızı narahat edən məsələ bu İrana qarşı aparılan müharibə. Bilirsiniz ki, orada atəşkəs müddəti başa çatdı deyilənə görə və heç bir anlaşma da əldə olunmayıbdır, sülh anlaşması. Siz vəziyyəti necə dəyərləndirirsiniz? Yəni, istərdim öncə sizin fikrinizi bilək, bir hərbiçi kimi, siyasətçi kimi, sonra mən də ehtiyac olarsa öz əlavələrimi deyərəm. Təşəkkür edirəm Ərəstü müəllim. İlk öncə onu qeyd edim ki, sizinlə birlikdə Azərfilm kanalında ortaq ikinci verilişimizdir. Təşəkkür edirəm sizə ki, bu verilişlərə aparıcılıq edirsiniz və Azərbaycan Xalq Parlamentinin deməli növbəti keçiriləcək seçkilərdən öncə təbliğat, təşviqat işlərini aparırsınız. Azərbaycan Xalq Parlamentinin dönəm sədri olaraq. Ərəstü bəy, bizim bundan öncəki bircə yayımımız maraqla qarşılanıb. Maraqla qarşılandığına dair bir çox məqamlar var, ipucular da var. Altda yazılan şərhlər, verilən şərhlər buna da misaldır. Nəzərinizə bəlkə də çox adam buna diqqət eləmədi. Veriliş qutaran 11-12 saat sonra 4 saat ərzində çox ciddi bir troll hücumu oldu. Şərhlər yazıldı. Kifayət qədər səviyyəsiz, kifayət qədər zəif. Mən əslində onların kimliyi barəsində trollar heç kimdir, amma məsələ burada deməli, bəzi adamların sizin qaldırdığınız məsələlərə münasibəti mövqeyidir ki, mənim diqqətimi çəkdi və orada da xaltura ilə məşğuldurlar bu troll dediklərim. 11 saat əvvəl yazdığı şərhi kopyalayıb 7 saat sonra bir daha eyni şərhi yazıb. İndi rəhbərə məruzə edəcək ki, mən 2 dəfə şərh yazdım fərqli-fərqli. Azərfilmi uzaq mənzilli raketlərlə hədəfə aldıq, neynədik. Amma orada daha çox Tərtərlə bağlı məsələlərdə, hansı ki, Tərtərdən də məlumatları yoxdur, içində də məlumatları yoxdur. Ümumi sözlərlə fikir bildirməyə çalışırlar, amma sizin qaldırdığınız məsələlərə nəinki trolların, hətta onların rəhbərlərinin də fikir bilməyə, rəy bildirməyə gücü, bacarığı, biliyi, savadı çatmaz. Bir işimiz davam edirik. Bir daha gördük ki, əslində Tərtər işi, xüsusilə sizin qaldırdığınız məsələlər nə qədər vacibdir. Ərəstü bəy, mənim səsimdə problem yoxdur, ilk öncə onu soruşum. Yox, çox gözəl eşidilir, Fərid bəy. O trollarla bağlı qısaca bir qeyd verir. Yəqin onlar elə bilir ki, bir şərhi 2 dəfə yazanda 2 dəfə pul ödəyirlər. Çünki o trolları əslində bilirsiniz, onlar heç bacarıqlı adamlar da deyil. Kimisə qohum əqrabasıdır, tanışıdır, dostudur. Pulu kənara verməsin, öz qohum əqrabasına versin deyə yığıb toplayırlar bir yerə. Mən hətta eşitmişəm ki, o trol qruplarını birini idarə edən bir dövlət məmurunun belə deyək də sevgilisidir.
Təsəvvür edirsiniz. Yəni bu hər şeydə özünü göstərir də bu ailə, klan, şəxsi, nə bilim, bütün bu maraqlar. E, Amma Ən sağ maraqlısı da olsunlar. bəli, ən maraqlısı da bura kifayət qədər böyük məbləğ pul ayrılır dövlət büdcəsindən. Bu fəaliyyət maliyyələşdirilir və dağınıq şəkildə iş icra olunur və heç bir nəticəsi yoxdur.